Ötən həftə değerli qardaşlardan biri bu məsciddə bizimlə İşa və təravih namazlarını qıldı. Namazdan dərhal sonra vəfat etdi. Hazırda torbanın altında Rəbbinin qarşısındadır. Heç ağlına gələrdi ki, bu onun üçün sonuncu gecə olacaq. Heç düşünərdi ki, Ramazan bayramına çatmayacaq. Məsələ sürətlidir vallahi. Çox sürətli baş verir. Ona görə də qafil olmayın. Allahım, qəflətdən sənə sığınırıq. Gördüyümüz bu qəflət halları bizi çox üzür, kədərləndirir. Çox üzücüdür. Gördüyüm bu qəflət halları qəlbimi parçalayır. Fəcr və təravih namazlarına gələn insanlar harada qaldı? Ramazanın əvvəlində məscidlər dolurdu. Bir neçə gündən sonra cəmaatın sayı azalmaya başladı. İndi Ramazanın yarısı keçib, cəmaatın sayı yarıya inib. Bu təkcə təravih namazında deyil, sübh namazında da belədir. Təbii ki, insanlar sübh namazına oyanırlar. Lakin hara getdiniz? Haradasınız? Ramazan axırına cəmaatın sayı əvvəlki vəziyyətinə qayıdacaq. Ramazanda ibadət edənlər gedəcək, yalnız Allah Təala'nın seçdiyi və məscidləri ibadətləri ilə abad edənlər qalacaq. Bu gediş haradır? Nə vaxta qədər qafil qalacaqsınız? Nə vaxta kimi bu davam edəcək? Yəni namaz qılmaq xoşunuza gəlmir? Allah Azze və Cəllənin qarşısında durmaq xoşunuza gəlmir? Əzəmətli Allah'a and olsun ki, gördüklərimiz bizi üzür. Təravih namazları qılınmır. Baxırsan, qəlyan çəkirlər, seriallara baxırlar, gənclər küçələrdə, ticarət mərkəzlərində. Ay cəmaat, məgər öyüd nəsiyyət qəbul etmirsiniz? Qəlbləriniz niyə belədir? Qəlbləriniz niyə sərtləşib? Nə üçün axı? Ramazanda düzəlməsək, nə vaxt düzələcəyik? Allah Azze və Cəllə cənnətin qapılarını üzümüzə açıb, cəhənnəmin qapılarını bağlayıb, azğın şeytanlar zəncirlənib. Allah Teala bizə mənə tərəf yönəlin buyurur. Mənə yönəlin. Sizi bağışlamaq, sizə rəhm etmək, tövbələrinizi qəbul etmək, sizi əff etmək istəyirəm. Gəlin, haradasınız? Harada qaldınız? And olsun ki, Allah Azze və Cəlləni zikr etmədən ötən hər bir dəqiqə ona görə peşman olacaq. Artıq bu qədər yetər. Olmaz.